Demək, bu estetikliler mövzusuna bir aydınlıq gətirim. Əziz xanımlar, gözəl Göyçay xanımlar, ən çox rəy yazan sizsiniz. Elə onun üçün də sizə müraciət edirəm. Biz bəyəm gizlədirik estetik əməliyyat olduğumuzu? Xeyr. Mən öncə də, indi də, bundan sonra da paylaşacağım. Utanılacaq heç bir işdə görməmişik, düşünürəm. Və sadəcə o xanımı paylaşmağımda məqsədim nə idi? Bizə estetikliler yazıb gülüş qoyan o xanım bəlkə də məndən çox əməliyyat etdirib. Amma bir şey ki özündə görməyib başqalarında məsxəriyə qoymağını mən düzgün bilmirəm və onun üçün də paylaşmışam, əcəb eləyib də paylaşmışam. Bundan sonra belə də edəcəm. Bundan sonra artıq o sakit, heç hər şeyə susan qızları görməyəcəksiniz. Paylaşmışam, yaxşı eləmişəm. Hə, qoy bir şey də deyim, tam rahat olasınız. Belə də ki, burun əməliyyat eləmişik, dodaq dolğusu eləmişik. Bundan sonra üz gərmə edəcəm. Sizə nə? Sizə nə bundan? Bu mənim üzüm deyil, özüm bilərəm. Siz niyə özünüz etdiyiniz şeyi başqasında pis bilirsiniz? Niyə? Niyə siz edəndə yaxşıdır, biz edəndə pis olur? Siz də onu da etməyin də, niyə edirsiniz?